Hər bir kitab ön sözlə başlayır. Zirvələri fəth edənlərin ön sözü onların uğur hekayələridir. Olimpiya hərəkatında keçdiyimiz əsrə bərabər yol, Zəfər kitabının vərəqlənən hər bir səhifəsi şanlı tarix, böyük qələbələrimizin möhrüdür. Bu bizim missiyamızdır. Salam, xoş gördük. CBC Sport ekranlarında Azərbaycanda Olimpiya hərəkatının şanlı səhifələrini vərəqləyən missiya verilişimiz efirdədir. Bugünkü buraxılışımızın qonağı Olimpiya oyunlarında Azərbaycan idmançılarının nümayəndə heyətinin rəhbəri olmuş. Rəsmi adı isə Şehdi Misyon adlanan. Hazırda isə parlamentimizin millət vəkili Asil Əskərov. Asil müəllim, xoş gördük sizi. Necəsiniz? Sağ olun. Təşəkkür edirəm. Həmişə yaxşı olun. Sağ olun. CBC Sport Azərbaycanın Dünya İdman Olimpiya oyunlarının əvəzsiz rolunu əks etdirən silsilə verilişlər hazırlayaraq bu qürur verici missiyanı həyata keçirdir və siz də həmin o illərin canlı şahidi, iştirakçısı olaraq istəyərdim məsələ o illərdən başlayaq. Əlbəttə, birincisi çox gözəl bir layihədir. Mən sizə təşəkkür edirəm və təbrik edirəm bu layihəni həyata keçirdiyinizə görə, kanalın rəhbərliyinə və eyni zamanda sizə. Əlbəttə, bu idman çox gözəl bir sahədir. Bu günləri idmanda baş verən proseslər, əldə olunan nailiyyətlər, uğurlar əlbəttə xalqımızı çox sevindirir. Çünki idman elə bir sahədir ki, burada xüsusən də idmançıların qaldırdığı bayraq, o bütün dünya dövlətləri Azərbaycanın böyüklüyünü, bütövlüyünü, bölünməzliyini hər dəfə qalxanda bunu sübut edir və bunu ayani olaraq insanlara anladır. Ona görə də bu idman sahəsi əlbəttə çox uzun bir, qədim bir sahədir və bizim müstəqil dövrdə və xüsusən də o vaxtı keçmiş seyri dağılandan sonra idmanda olan nailiyyətlərin, uğurların əldə olunması üçün əlbəttə ki, çox ciddi işlər görmək lazımdır. Amma çox çətin bir vaxt idi. Mən xatırlayıram 90-cı ilin əvvəlləri, o dövrdə ölkədə hətta bizim idmançılarımız var idi, bir qrup idmançılarımız. Ölkəni tərk edirdilər, başqa-başqa dövlətlərə üst tuturdular. Ona görə ki, ölkədə nəinki idman, bütün sahə demək olar ki, məhv olmuşdu. Demək olar ki, tam uçurumdaydı. Artıq insanlar bir pis notlarla yaşayırdılar. Ona görə ki, insanlar artıq ölkənin gələcəyinin necə olacağı haqqında bir fikir müəyyənləşdirib, formalaşdıra bilmirdilər. Ona görə ki, ölkəyə rəhbərlik edən insanlar, o dövrdə hər bir sahələrə rəhbərlik edən insanlar həm naşı olmaqla yanaşı, eyni zamanda müəyyən bir problemlər yaratmağı da bacarırdılar. Və bunun nəticəsi həm biz o vaxtı çox təəssüflər olsun ki, ölkəmizin ictimai-siyasi həyatında ciddi problemlər yaşadıq. Bu, hər bir sahədə istər təhsil, istər səhiyyə, istər mədəniyyət və xüsusən də idman sahəsində. Eyni zamanda həmin dövrdə bizim torpaqlarımızın bir hissəsi getdi, 20%-ni itirdik. Erməni terroristləri, vəhşiləri həm torpaqlarımızın 20%-ni işğal etdilər, 1 milyondan yuxarıda qaçqınımız oldu. Yəni, çox çətin bir vaxtlar yaşayırdıq və o dövrdə şükürlər olsun ki, bizim Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətdə xalqın tələbi ilə qayıtdıqdan sonra və bu proseslərin ciddi dəyişikliyi, ciddi bu böhranı aradan qaldırması üçün çox böyük işlər görüldü və xüsusən də idman sahəsində. İdman əlbəttə, həmin dövr biz götürək 92-ci ildə bizim idmanımızın hansı ki, karifeyləri, idmanımızın o qabaqda gedən idmançılarımız nailiyyətlərin əldə olunması üçün o dövrdə keçmiş seyri deyilən bir ölkənin bayraq altında çıxış edirdilər. Və elə bizim həmin dövrdə axırıncı olimpiyada da məhz 92-ci ildə oldu. 92-ci ildə iki idmançımız Nazim Hüseynov, Valeri Belinki olimpiya çempionları oldular və ilk dəfə olaraq o idmançılarımız Nazim Hüseynov Azərbaycanın 3 rəngli ayıldızlı bayrağını qaldırdı. O vaxt müstəqil olaraq
baxmayaraq ki, biz keçmiş serinin tərkibində olan ölkələrlə birgə çıxış edirdik, parada belə çıxmışdıq. Amma həmin yarışda ilk bayrağımızı məhz Nazim Hüseynov qaldırdı. Və ondan sonra əlbəttə ki, o gedən proseslər, çətin vaxtlar və sonradan Ulu Öndərin hakimiyyətə qayıdışından sonra və ilk dəfə mən xatırlayıram, sentyabr ayında bir qrup gəncləri yığdı ətrafına və gənclərin gələcəyinin müəyyənləşdirilməsi üçün çox ciddi addımlar atılmasını vurğuladı. Və növbəti qərarlarından biri, məhz qərarlarından biri 1994-cü ildə Gənclər İdman Nazirliyinin yaradılması oldu. Və o vaxt Gənclər İdman Nazirliyi yaradından sonra artıq idmançılarına, artıq gənclərin üz tutacağı bir ibadətgah, bir ocaq, bir dövlət qurumu var idi ki, o dövlət qurumu da məhz gələcəkdə idmançıların, gənclərin istiqamətləndirilməsi üçün çox ciddi işlər görməli idi. Amma çətin bir vaxt, çox çətin bir vaxt idi. Mən yenə deyirəm, 94-cü ildə Gənclər İdman Nazirliyi yarananda açıq deyim ki, Nazirlik o vaxt İdman Komitəsi idi, İdman Komitəsi ləğv olundu və onun bazası əsasında Nazirlik yarandı. İnanın ki, oturmaq stolumuz yox idi. İnanın ki, həmin dövrdə elə bir vəziyyət, elə bir şərait idi ki, o şəraitdə hər hansı bir fəaliyyət göstərmək, orada iş görmək mümkün deyildi. Amma buna baxmayaraq qısa bir müddət ərzində nəinki idmanda ölkəmizdə çox ciddi dönüş baş verdi, həm ictimai-siyasi sabitlik bərqərar oldu. O dövrdə bütün sahələrdə uğurların əldə olunması üçün çox ciddi qərarlar verdi, addımlar atıldı və bu şəxsən milli lider Ulu Öndər Heydər Əliyev tərəfindən oldu. Və əlbəttə o dövrdə nazirlik ki, gəncləri öz ətrafında birləşdirdi, idman ictimaiyyətini öz ətrafında birləşdirdi və biz həmin dövrdə ilk olimpiyada olaraq 96-cı ilin olimpiyadasına hazırlaşdıq. Bəli. Təəssüflər olsun ki, 96-cı ilin olimpiyadasında biz müstəqillik qazanan ərəfəndə cəmi bir medalla kifayətləndik. Yəni, o olimpiyadada biz əlbəttə ki, iştirak etmək üçün hazırlıq proseslərimizin gedişatı, idmançıların hazırlaşması, onların yarışlara göndərilməsi, təlim məşq toplanışlarına göndərilməsi çox çətin bir prosesdir. Çünki maliyyə yox idi, ölkədə maliyyə yox idi. Və həmin dövrdə mən 93-cü ildə Heydər Əliyev hakimiyyəti qəbul edəndə ölkənin ehtiyat büdcəsi cəmi 1 milyon dollar idi. Siz təsəvvür edin ki, ölkənin ehtiyat büdcəsi 1 milyon dollar idi. Və həmin vaxtı həm insanların demək olar ki, çox ciddi problemlərlə rastlaşması, maliyyət çatışmamazlığı, yəni çox ciddi problemlər vardı. Mən hətta xatırlayıram, 94-cü ildə biz Misirdə keçirilən bir dünya çempionatına ezam olunurduq və həmin dövrdə bir gün içərisində biz maliyyəni yalnız tapa bildik və mən o vaxtı yığma komandanın məşqçilərlə birgə Milli Bank onda yerləşirdi Bülbül küçəsində və həmin vaxtı biz Milli Banka getdik, müraciət elədik, zənglər, müdaxilələr və o vaxtı biz son anda biletlərimizi alıb Misirə uça bildik. Yəni, çox çətin bir vaxt idi. İdmançılar da bilmirdilər ki, biz yarışa gedə biləcəyik, gedə bilməyəcəyik. Yəni, çox çətin bir zamanlar yaşadıq, çox çətin bir dövrlər yaşadıq. Həm də mən bir şeyi də vurgulamaq istəyirəm. Həmin dövrdə həm İdman Nazirliyində gedən proseslərin yavaş-yavaş qaynaqlanması, bu proseslərin nəzarətin olunması, əldə olunan uğurlar. Amma bir problemimiz o dövrdə yenə də qalmaqdaydı. O problem nədən ibarət idi? Çünki Milli Olimpiya Komitəsində çox, demək olar ki, bir böhran yaşanırdı. Demək olar ki, Milli Olimpiya Komitəsində çox təəssüflər olsun ki, müəyyən qədər irəliləyiş, müəyyən qədər addımların atılmasında ciddi problemlər var idi və o dövrdə 97-ci ildə idman ictimaiyyəti belə qərara gəldi ki, özünün prezidentini seçməlidir, Olimpiya Komitəsinin prezidentini seçməlidir və çox düzgün qərar qəbul olundu. O sualı vermək istəyirəm. Və mən sizə deyim ki, bu birincisi, mən yenə də bilmirəm bunu hansı formada deyim, idman ictimaiyyətinin adından deyim, öz adından deyim, biz Ulu Öndərə dərin təşəkkür edirik ki, o vaxtı məhz cənab prezidentimizə, İlham müəllimə, prezidentimizə o vaxtı müraciət edəndə idman ictimaiyyətinin hansı fikirlərini qəbul etdilər, istəklərini qəbul etdilər. Və 97-ci ildə biz iyun ayında artıq cənab prezidentin seçilməsi haqqında artıq hazırlığa başladıq. Baxın, 1997-ci ildə cənab prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri seçiləndən sonra, prezidenti seçiləndən sonra idmanımız dünyaya qaynayıb qarışmağı daha
rahatlaşdı, inteqrasiyamız sürətləndi və sizin də Gənclər və İdman Nazirliyindəki fəaliyyətiniz həmin illərdən start götürdü. Çox maraqlıdır ki, bax o illəri necə xatırlayır Asif müəllim? Mən sizə deyim də, bax, mən bayaqla o fikirlərimi yenə dedim, çox çətin bir zamanları biz keçdik və xüsusən də 97-ci ildə Olimpiya Komitəsinə cənab prezidentin seçimi olandan sonra, artıq seçiləndən sonra bir çox istiqamətlərdə artıq biz uğurların atılmasının bünövrəsini qoyuldu. Bəli. Yəni birinci növbədə o vaxtı idman və xüsusən də idmanın bazası, maddi-texniki bazası demək olar ki, sıfıra bərabər idi. Yəni olimpiya kompleksləri olsun və bizim idman bazaları olsun, həmin o idman bazaları çox bərbad bir vəziyyətdə idi. Yəni hətta mən sizə bir faktı deyim ki, bizim bəzi idman bazalarında 90-cı illərdə baş verən proseslərdə orada hərbiçilərin yerləşdirilməsinə də bu qərarı da verib, bu addımları da atmışlar və oranı bərbad vəziyyətə qoymuşdular. Və ona görə də o bazalar demək olar ki, artıq orada hər hansı bir məşq prosesini aparmaq mümkün deyil idi. Və bu maddi-texnikin bazasının yaradılması əsas şərtlərdən biri idi. Və cənab prezidentin ilk qərarlarından biri məhz Olimpiya kompleksinin tikilməsi və bu da İdman Nazirliyinin arxasında olan birinci Olimpiya kompleksinin tikilməsi oldu. Möhtəşəm bir Olimpiya kompleksi, məhz birinci biz onda gördük. Və ondan sonra Məşdağada, ondan sonra ölkənin digər istiqamətlərində əlbəttə ki, bu komplekslərin tikilməsi gələcəkdə idmanın inkişafına çox böyük bir təkan oldu. İkinci əsas burada idmanın beynəlxalq nüfuzunun yüksəldilməsi məsələsi idi. Çünki açıq mən sizə deyim ki, biz o vaxt yarışlara gedəndə hətta bizim bayrağımızı belə tapıb asab qaldıra bilmirdilər. Yəni bilmirdilər ki, hansı bayrağımız vardı. Və biz hətta hərdən yarışlara gedəndə öz bayrağımızı yanımızda aparırdıq. Orada təhvil verirdik ki, xahiş edir ki, bizim bayrağı da asın orada. Yəni belə bir zaman var, zamanları yaşayırdıq. Ona görə də idmanın beynəlxalq nüfuzunun yüksəldilməsi üçün beynəlxalq federasiyalarla və orada öz hansı ki nüfuzunun möhkəmləndirilməsi üçün çox ciddi addımlar atmaq lazımdır. Və cənab prezident o vaxtı Olimpiya Komitəsinin prezidenti olaraq bu tapşırıqları verdi və ilk növbədə bütün federasiyalarda yeni seçimlər oldu. Yeni prezidentlərin federasiya prezidentlərinin seçilməsi, idarə heyətlərinin seçilməsi və o ciddi tapşırıqların alması məhz gələcəkdə beynəlxalq federasiyalarla yanaşı Azərbaycan idmanının nüfuzunun yüksəldilməsində çox ciddi addımlar atıldı. Əsas idmançılarımızın həm sosial vəziyyətinin yaxşılaşdırılması və ən əsas da onların beynəlxalq yarışlarda iştirakı idi, təlim məşq toplanışları idi ki, yəni bu çox ciddi problemlər var idi. Biz hətta həmin dövrdə biz 90-cı ilin əvvəllərində, mən o vaxt deyirəm nazirlikdə işləyəndə biz yarışlara göndərməyə belə idman nümayəndə heyətini çətinlik çəkirdik. Hərdən biz bunu çevir edirdik ki, biz 10 nəfəri göndərməyək, 5 nəfəri göndərək, 4 nəfəri göndərək. Biz hətta onda idmançıların hüquqlarını belə tapdalamış olurduq və eyni zamanda nəticələrimizin gələcək yüksəlməsi üçün biz o addımlar ata bilmirdik. Çünki maliyyəmiz ona imkan vermir. Ona görə də məhz cənab prezidentin o vaxt Milli Olimpiya Komitəsinin seçilməsi və gələcəkdə həm Olimpiya Komitəsinin maddi-texniki bazasının yüksəlməsi, həm gələcəkdə Azərbaycan idman nüfuzunun beynəlxalq aləmdə yüksəlməsi və eyni zamanda Azərbaycan idmançılarının, onların yəni həm məşq təminatlarının, həm təlim məşq toplanışlarının və eyni zamanda onların vəziyyətlərinin normallaşması üçün atılan addımlar çox böyük bir dəstək oldu. Elə həmin dövrlərdən başlayaraq Azərbaycanda nüfuslu yarışlar bir-birini əvəz eləməyə başladı və sizin də həmin yarışlarda Təşkilat Komitəsinin əsas fiqurlarından biri olmağınız düşünürəm ki, böyük bir missiyanı üzərinizə götürmək idi. Əlbəttə, o dövrdə mən açıq deyim ki, bizim ölkədə bir müddət beynəlxalq tədbirlərin keçirilməsi halları baş verməmişdi. Hətta biz artıq demək olar ki, bunun hansı formada keçirilməsini belə unutmuşduq. Çünki həmişə yarışlara gedirdik və orada tribunalarda oturanda arzuluyduq və ürəyimizdə bir istək olurdu ki, kaş bizim idmançılarımız da doğma divarlar arasında, öz salonlarımızda yarışsınlar və onu pərəstişkarlar onları alqışlasınlar. Necə ki, o dövlətlərdə biz o keçirilən yarışlarda öz idmançılarını necə alqışlayırdılar. Amma bizim bayrağımız qalxanda o yarışa gedən 5-6 adamdan başqa heç kim onu alqışlamırdı. Nə olur deyə bu idmanı bilənlər, professionallar, amma o dövlətin tribunada olan
azarkeşləri yalnız öz idmançılarına daha çox üstünlük verirlər. Ona görə biz bu arzu ilə yaşayırdıq. Və bu arzuların əlbəttə gerçəkləşməsi mən yenə deyim ki, bunu real bir faktla demək istəyirəm ki, bu 97-ci ildən sonra baş verdi. Həm beynəlxalq federasiyalarla, həm Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi ilə sıx əlaqədən sonra Azərbaycanda gedən prosesləri artıq onlar gözləri ilə gördülər. Həm orada idman bazalarının, yeni idman bazalarının salınması, həm idmanın maddi texniki bazasının genişlənməsi, bu fürsətin artıq yaranması və Azərbaycanda bu tədbirlərin keçirilməsinə artıq razılıq verməyə başladılar. Və mən o vaxt xatırlayıram, ilk dəfə biz sambo üzrə qeyri-olimpiya növü olsa da sambo üzrə Avropa çempionatını məhz Bakıda keçirdik. İlk dəfə mən xatırlayıram, judo üzrə yeniyetmələrin Avropa yarışlarını biz Bakıda keçirəndə nə qədər sevinirdik. Amma bu günləri siz təsəvvür edin ki, biz Avropa oyunlarını Bakıda keçiririk, biz İslam oyunlarını Bakıda keçiririk, biz dünya çempionatlarına, Avropa çempionatlarına ev sahibliyi edirik və eyni zamanda biz Formula 1 yarışı kimi möhtəşəm bir yarışı biz Bakıda keçiririk. Bilirsiniz nə deməkdir? Formula 1 yarışı bu günləri həm ölkəmizin onun haqqında məlumatların bütün dünya xalqlarına çatdırılmasıdır. Azərbaycanın nə qədər siyasi cəhətdən stabil olması, Azərbaycanın nə qədər gündən-günə inkişaf etməsi, nə qədər qonaqpərvər olması və Azərbaycan idmanının nə qədər inkişaf etməsi. Və bu haqda bu məlumatları və həmin yarışlarla biz bütün dünya xalqlarına çatdıra bilirik. Ona görə də o dövrdə o yarışları keçirmək əlbəttə ki, Təşkilat Komitəsinin həm üzvü olmaq, həm Təşkilat Komitəsinin müəyyən rəhbər vəzifələrini çalışmaq əlbəttə ki, çox böyük bir fərəh idi. Çox böyük bir xoş hisslər yaşayırdıq. Yəni biz artıq Təşkilat Komitəsinin o yarışın üzvləri kimi həmin masaların arxasında otururduq. Hansı ki, o masalara biz həsrətlə baxırdıq. Hansı ki, biz o yarışlar keçirəndə, o dövlətlərin keçirən idman nazirlərinə və yaxud onların müavinlərinə, işçilərinə, Olimpiya Komitəsinin rəhbərlərinə biz həsrətlə baxırdıq ki, nə vaxt o masaların arxasında bizim nümayəndələrimiz olacaq. Və o nümayəndə olmaq bizim arzumuzdur, bizim istəyimiz idi. Və biz şükürlər olsun ki, biz buna nail ola bildik. Və mən bayaq deyirəm, bu nailiyyəti əgər Heydər Əliyev kimi daha şəxsiyyət olmasaydı və bu gün Azərbaycana rəhbərlik edən bizim prezidentimiz İlham Əliyev kimi daha şəxsiyyət olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. Asif müəllim, Afinada keçirilən yay olimpiya oyunlarının Azərbaycan idmançılarının şef missionu olaraq onlara böyük bir motivasiya verən Asif müəllimi dinləmək istəyərdik. 2 olimpiyadada mən şef misyon oldum. Sidney. O vaxtı, bəli, Olimpiya Komitəsinin prezidenti olaraq, cənab prezidentin razılığı ilə və mən həm Sidney Olimpiya oyunlarının, həm də ki, Afina Olimpiya oyunlarına şef misyon oldum. 4 il aralıqla. 4 il aralıqla, bəli. Mən əslində deyim, yəni şef misyon elə bir vəzifədir, elə bir işdir ki, bu çox məsuliyyətli bir işdir. Missiya idi. Missiya idi. Burada bütün o proseslərin gedişatında çox gərək hər bir məsələyə çox ciddi yanaşarsan. Ona görə də həmin dövrdə mən o yarışlara şef misyon kimi gedəndə bilirsiniz, cənab prezidentin Olimpiya Komitəsinin prezidenti olaraq onun nə qədər həssas olmasını, nə qədər tələbkar olmasını bilirdim. Həm məsuliyyət idi, həm də stimul. Amma stimul yox, xoşbəxtçilik idi. Bilirsiniz, bu mənim həyatımda ən xoş anları yaşamışam. Düşünürəm ki, həm də sizə güc verirdi. Əlbəttə, əlbəttə. Mən o fikirləri, o kəlməyə gəlmək istəyirəm, o ifadələri demək istəyirəm ki, cənab prezidentin xüsusən də o dövrdə biz həmin o olimpiya komandasının olimpiyonlarına aparılması, orada iştirakı və orada gedən proseslərin gedişatın necə izlənməsi üçün biz mütəmadi olaraq məlumatlar verdik, mütəmadi olaraq öz məruzələrimizi eləydik. Cənab prezident hər şeyə çox həssas yanaşırdı. Hər şeyə həssas yanaşırdı. Hətta idmançıların geyimlərinin demək olar ki, hansı rəngdə olması, hansı formada olması, yəni çox həssas yanaşırdı və eyni zamanda idmançıların olimpiya şəhərciyində rahat olmaları üçün çox ciddi tapşırıqlar verirdi. Və biz çalışırdıq ki, həmişə, düzdür, bizə yerlər ayrılırdı, bütün ölkələrə yerlər ayrılırdı. Biz çalışırdıq ki, hətta buradan idmançılarımızın rahat orada özlərini hiss etmələri üçün bütün vasitələrdən istifadə edir. Hətta Azərbaycan filmləri apardıq, orada baxır, onlara qoyurduq ki, onların asudə vaxtlarında onları seyr edib özlərini evdə hiss etsinlər, rahat olsunlar. Və onların bütün qidalanmasına, orada qidalar verilirdi, amma biz
onların o daha da güclü qidalar qəbul olunması üçün ikralardan və yaxud da digər qidalardan yararlanması üçün biz bunları hətta Bakıdan biz o Olimpiya şəhərciyinə aparırdıq ki, bizim idmançılarımız orada rahat qida ilə təmin ola bilsinlər. Ona görə ki, bu cənab prezidentin tələbi idi, bu istəyi idi və xüsusən də Olimpiya oyunlarında nailiyyətlərin qazanması faktı ən əsas faktlardan biri idi. Yəni o proseslərin hamısı təşkil olunurdu, hamısı təmin olunurdu, hamısı bu demək olar ki, dövlətimizin diqqətində idi, o vaxt Olimpiya Komitəsinin rəhbərinin cənab prezidentin diqqətində idi. Amma ən əsas məqsəd isə Olimpiya oyunlarından nailiyyətlə qayıtmaqdır. Çünki biz 96-cı ildə bir medalla qazanmışdıq. Sidney Olimpiyadasında bizim haqqımız yox idi ki, bir medalla qazanaq. Və bizim qarşımızda artıq məqsəd qoyulmuşdur. Cənab prezident bizim qarşımızda Olimpiya Komitəsinin prezidenti olaraq və eyni zamanda o vaxtı ölkəmizin prezidenti olan öndərimiz Olimpiya milli komandasının qarşısında məqsəd qoymuş ki, nailiyyətlər əldə olsun, qızıl medal əldə olunsun. Və Sidneydə bizim 2 qızıl medal qazanmağımız əlbəttə ki, bizim üçün çox böyük bir hadisə oldu. Çox böyük bir hadisə oldu. Və siz təsəvvür edin ki, bizim bayrağımız qalxdı, ucaldı, həm stend atıcılığı üzrə yarışlar gedişatında və eyni zamanda sərbəst güləş üzrə həm Zemfirə Mehdiyatınovanın, həm də Namiq Abdullayevin əldə etdiyi nailiyyətə görə və sonradakı 3-cü bürünc medal Vüqar Ələkbərovun qazandığı bürünc medala görə bizim bayrağımız 3 dəfə Sidneydə dalğalandı. Amma çox təəssüflər olsun ki, düzdür, biz bir neçə illərdir ki, bu olimpiyadaları seyr edirik. Həm Rio de Janeiro'da, həm Londonda, həm Paris, Çində. Eyni zamanda biz Paris Olimpiyadasında seyr etdik, əlbəttə ki. Amma Paris Olimpiyadasından ruh yüksəkliyi ilə danışa bilmirik. Xoş sözlər, ifadələr söyləyə bilmirik. Çünki elə bir kadrları biz orada izlədik ki, sosial şəbəkələrdə əlbəttə ki, çox gülünc bir kadrlar idi. Hətta idmançıların, skameykaların parklarda yatmasından, yeməkdən narazı olmalarından, idman salonlarına, yarışlara geç çatmalarından. Yəni, təşkilatı məsələlər çox bərbad vəziyyətdə. Hətta siz təsəvvür edin ki, görün nə vəziyyətə gəlib çatırıb ki, ifadə etmələri, əlbəttə ki, bu siyasətə qoşmaları çox ağrıdıcı bir faktdır. Ona görə də hər zamanki kimi yenə də həm Fransa xislətini göstərməyə çalışdı və təəssüflər olsun ki, bunu da olimpiyadada etdi. Təəssüflər olsun ki, olimpiyadada etdiyi bu biabırçılıq bütün dünya hansı ki, olimpiya oyunlarını izləyən və o yarışlara gələn idmançıların xatirələrində həmişə mənfi hisslərlə qalacaqdır. Zemfirə xanımın yarışında səhv etmirəmsə, yeganə azarkeş siz olmuşdunuz. Zemfirə xanım biraz onun məşqçisi, Allah rəhmət eləsin, Hafiz Cəfərov belə bir məsələ qoydu. Biz çünki hər gün axşam orada biz həm də Olimpiya şəhərciyində toplantı keçirirdik hər gün və toplantıda müzakirələr apardı. Və o toplantıda məsələ qoydu ki, yarışa tamaşaçılar, idmançılar gəlməsinlər. Heç kim gəlməsin. Yəni, bu da onun həyəcanına, bu da onun, yəni, o atmaq, o stend atıcıq elə bir idman dövdür ki, orada kiçik bir səs, kiçik bir hansısa bir həssaslıq müəyyən qədər idmançıya təsir edə bilir. Ona görə də mən, əlbəttə ki, o vaxtı biz müzakirə etdik həmin o nümayəndə heyəti ilə və belə qərara gəldik ki, heç kim oraya getməsin. Amma ürəyimiz dözmədi. Mən və mənimlə birgə Elçin Cəfərov yığma komandanın Yunan-Roma güləş üzrə məşqçisi və Rauf Əliyev, biz üçümüz birgə getdik onun atıcılıq hansı ki gedən həmin o demək idman meydançasına. Və biz özümüzə orada yer tapdıq, orada tamaşaçıların arxasındakı elə bir yerdə və sakit oturduq ki, bizi heç kim görməsin. Amma sən demə, Hafiz Cəfərov görüb, o da elə bir adam deyil də, atıcılar hər yeri görə bilirlər, onların gözləri hər yeri görür və biz sakit oturduq ki, bizi hiss eləməsinlər burada. Amma siz təsəvvür edin, o sevinç, hardasa ki, birinci mərhələni adlamaq, o sevinci içərisində, ürəyində yaşamaq nə qədər çətin olsa da biz yaşadıq. Amma sonda ki, Zemfira, o vaxtı, demək, sonuncu atışında artıq qızıl medalın əldə olunmasına biz artıq gördük. Biz artıq buna əmin olandan sonra da bizim səsimizi orada kəsmək mümkün deyil idi. Yəni, nə qədər böyük bir sevinclə, nə qədər böyük bir şadlıqla biz orada o medalı, birinci medalımızı biz orada yaşadıq. Biz orada o gözəl anları yaşadıq. Ona görə biz bu idman elə bir
bir sahədir ki, burada məşqçilərin əsasən çox ciddi tələbləri olur, çox ciddi istəkləri olur. Yəni idmançıların yetişməsində, onların məşq prosesində, onların yarış prosesində müəyyən qədər onların öz tövsiyələri vardır. Ona görə yığma komandaların, məşqçilərin həmişə tövsiyələrini diqqətlə yanaşmaq lazımdır. Hətta elə idman növləri var ki, biz belə bir qərar verirlər ki, yalnız məşqçidən başqa tribunada olan azarkeşlər, yəni gələn azarkeşlərin heç biri yarış gedən vaxtı danışmasınlar. Yəni bunu səs etməsinlər, müəyyən qədər təzyiq göstərməsinlər. İndi olur bizdə idmançılar görsən güləşəndə biri oradan müəyyən qədər ürəyi dözmür, hansısa bir fikir söyləyir, ayağından tut və yaxud da bunu belə at, bunu belə et. Bu fəndləri göstərməyə çalışır. Yəni məşqçilər olaraq, bu idman mütəxəssisləri olaraq, amma elə idmançılar var ki, bunu qəbul etmirlər. Ona görə də biz həmişə baş məşqçilərin, yığma komanda məşqçilərinin onların fikirlərinə üstünlük vermişik. Və buna görə də həmin olimpiyadada məhz bu formatda iştirak elədik. Amma sonradan biz qələbəmizi qeyd etdik. Sonradan biz o gözəl anları biz olimpiya şəhərciyində yaşadıq. Çox gözəl xatirələriniz var və onları çox ürək dolu danışırsınız. Fəxr hissi ilə təbii ki, bir Azərbaycanlı olaraq biz də eşidirək, qürurlanırıq. Uzun illərdir ki, eyni zamanda Azərbaycan Judo Federasiyasının İcra Komitəsinin üzvüsünüz. Eyni zamanda hal-hazırda əyləşdiyimiz Atilla klubunun qurucususunuz və judo bir çox idman növlərini geridə qoyub hal-hazırda yetərincə məşhur olan bir idman növüdür və həm də məncə siz bu idman növünə məşğulsunuz da. Düzdür? Bəli. Danışaq biraz. Mən sizə deyim, demək, judo idman növü həqiqətən də çox elit bir idman növüdür. Bu idman növü əlbəttə ki, daha çox idmançıların, daha çox yeniyetmələrin, gənclərin bu idman növündə formalaşması, onların həm fiziki keyfiyyətlərinin formalaşması, həm onların zihni keyfiyyətlərinin formalaşması çox böyük bir təsir edir. Yəni, bu idman növü məşğul olan idmançılar çox həm ağıllı, həm zehni cəhətdən çox, həm eyni zamanda tamamilə başqa bir formatda bunlar yetişirlər. Ona görə ki, bu idman növü gücdən çox ağıla daha çox üstünlük verir. Yəni, elə bir fəndlər var ki, onu güclü idmançılar bəlkə də o fəndi edə bilməzlər, o fəndi ifadə edə bilməzlər, o fəndi ata bilməzlər. Amma ağıllı idmançılar və bu idman növündə daha çox ağlı ilə yetişən idmançılar bu idman növündə daha çox seçilən idmançılar olur. Məsələn, bizim bu günləri bir neçə idmançılar var ki, mən həqiqətən də o idmançılarımızı, judoçularımızı mən bir professor adlandırardım. Ona görə ki, onların həm zehni, fiziki keyfiyyətlərlə bağlı zehni, əqli düşüncələri, yanaşmaları tam fərqlidir. Məsələn, Nazim Hüseynovu götürək, Elnur Məmmədlini götürək, Hidayəti götürək, bu günlər mövludu. Yəni, bir addan hamısını çəkə bilərəm. Olimpiya oyunlarında xüsusi nailiyyət göstərən idmançılarımız, yəni nə qədər o insanlar bu idman növlərinin, mən deyərdim ki, professorlardır. Yəni bu idman növlərini elə bir fəndlər meydana gəlir ki, judoda. Hətta o fəndlər judoda indiyə qədər işlənməmiş fəndlər və bizim idmançılarımız da onu ediblər. Və bizim idmançılarımız bunu ediblər. Ona görə də judo idman növü çox, mən deyərdim ki, intellektual bir idman növüdür və ona görə də bura daha çox gələnlər, üst tutanlar, burada məşq edən idmançılarımızın sayı həddən artıq çoxdur. Federasiyalar fəaliyyət göstərib müəyyən dövrlərdə. Mən xüsusən də bütün federasiyaların fəaliyyəti əlbəttə ki, yüksək olmasını xüsusi qeyd etmək istəyirəm. Və son olaraq hal-hazır ki, bizim federasiyamızın rəhbərliyi, xüsusən də Rəşad müəllimin onun yanaşması Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq tam fərqlidir. Yəni, onun bu günləri əsas düşüncəsi ondan ibarətdir ki, birinci növbədə bu idman növünün kütləviliyini artırmaq. Yəni, o idman növündəki kütləvilik daha çox artırsa, ora idmançıların gəlişinin, yəni o məşqləri üst tutmasının sayı artırsa, burada daha çox material əldə etmək olur, daha çox idmançılar əldə etmək olur. Və eyni zamanda ölkəmizin hər bir bölgəsində bu idman növünün yaranması üçün bu günləri o çabaları göstərirlər. Yəni, bu günləri bir çox bizim yığıncaqlarda, idarə heyətlərin yığıncaqlarında, xüsusən federasiyanın rəhbərliyi
xüsusən bu idman növündə regionlarda yetişməsində, regionlarda yaranmasında, elə bir rayonlar var ki, məsələn, bizim idman növü ənənəvi olaraq tutaq ki, olub Gəncədə, olub Naxçıvanda, olub tutaq ki, Mingəçevirdə olub Qusarda olub. Yəni bir çox rayonlarda olub, amma elə bir rayonlar olub ki, o rayonlarda bizim cüdo idman növü olmayıb. Bu günləri o rayonlarda da məhz bu idman növlərinin inkişafına çox böyük önəm verilir. Ona görə ki, bax bu gün bizim bu idman növü ilə, cüdo idman növü ilə məşğul olunan sayı ildən ilə artır. Və hədəf də ondan ibarətdir ki, keçən dəfə də deyil ki, bunun sayı hal-hazırkindən 2 dəfə çox, 30.000-dən yuxarı olsun. Yəni, eyni zamanda biz baxın, son olimpiyadada 2 idmançımız 2 qızıl medal əldə etdik, o cüdo idmançıları və Hidayət Heydərovun və Kotsev Zelimin əldə etdiyi o qızıl medallar, qazandığı qızıl medallar yığma komandamızın nailiyyətlərinin nə qədər yüksək olmasını göstərdi. Ona görə də cüdo idman növündə inkişaf çox sürətlə gedir. Yəni bunu mən açıq deməkdən çəkinmirəm. Çox sürətlə inkişaf gedir. Burada həm olimpiya demək komplekslərində bu idman növlərinin yaranmasına xüsusən də üstünlük verilir. Yeni olaraq maddi texniki bazanın yaranması üçün tatamilər, inventarlar avadanlıqlara alınıb gətirilir. Əlbəttə bunlar hamısı möhtərəm prezidentimizin Olimpiya Komitəsinin prezidentinin tapşırıqlarına uyğun həyata keçirilir. Amma eyni zamanda federasiyamızda çalışır ki, bu günləri idmançıların yetişməsində çox ciddi addımlar atsın. Bu klub əlbəttə Atilla klubu, bu 80-ci ilin klublarıdır. Əslində bu klub deyil idi. Bu Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən bir məktəb idi. Uşaq Gənclər İdman Məktəbi, Olimpiya Ehtiyatları Məktəbi. Və bu məktəb biz o dövrdə 94-cü ildə artıq bu məktəbin klub halına salınması, klub demək səviyyəsinə keçirilməsi üçün belə bir müzakirə elədik Həmkarlar İttifaqının rəhbərliyi ilə. Çünki bu gün bilirsiniz ki, dünyada məktəb prinsiplərini tanımırlar. Yəni bu məktəbin olması çox yaxşı şeydir. O məktəb yetişdirir və klublara verir. O olması çox vacibdir. Çünki mən o dövrdə hətta elmi işi hazırlayarkən, elmi iş yazarkən mən Kitayda oldum, Çində səfərdə oldum və o vaxtı gördüm ki, o Çində səfərdə olarkən bu olimpiya ehtiyatı məktəblərinə nə qədər böyük üstünlük verilir. Və onların nəticələrini, cüdoda əldə etdiyi nəticələrin kökünün hardan gəlməsini mən o vaxtı analizini etdim. Və burada da bu gün bu məktəblərin olması çox yaxşı şeydir. Amma məktəblər öz nailiyyətlərini, öz materiallarını klublara verirlər. Ona görə ki, bu gün Avropada, dünyada, Avropa Dünya Federasiyaları yalnız klubları tanıyırlar və yığma komandaları tanıyırlar, məktəbləri tanımırlar. Ona görə də biz o vaxtda belə qərara gəldik. Yəni bu gün də yenə də Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərir Atilla İdman Klubu. Bu Atilla İdman Klubunu yaratdıq və Atilla İdman Klubu da bu günə qədər fəaliyyət göstərir və görürsünüz bu adamlarda çox gözəl, müasir bir zal. Əlbəttə ki, bu da birbaşa cənab prezidentin tapşırığı ilə o vaxtı bu zalın ərsəyə gəlməsinə nail olduq. Və bu, hətta yığma komanda da burada məşğul olurdu. Bu günlər düzdür, yığma komandanın çox gözəl bir bazası var. Cənab prezidentin tapşırığı ilə Azadlıq prospektində keçmiş Neftçinin bazasının bir hissəsində orada cüdo üzrə gözəl bir baza yaradıldı. Çox gözəl bir bazadır. Mən deyərdim ki, bəlkə də bu Avropada belə bir bazanın olması mümkün deyil. Bəlkə də beynəlxalq federasiyalarda mən çox olmuşam. Hətta Yaponiyada Kanakan məktəbində olmuşam. Yəni Dikara Kanonun yaratdığı, cüdonu yaradıcısı olan Dikara Kanonun yaratdığı məktəbdə olmuşam. Yəni bu bizim bazamızda olan şərait, mən deyərdim ki, dünyada heç yerdə yoxdur. Çox gözəl şərait. Həm zal, eyni zamanda fitness salonları, eyni zamanda idmançıların, onların demək, həkim nəzarətindən keçirməsi üçün, onların psixoloji hazırlığının yetişməsi üçün və bütün proseslər orada artıq nəzərə alınıb və federasiya demək olar ki, tam formatda öz işini həyata keçirir ki, biz bu nailiyyətləri əldə edə bilirik. Ona görə də bu klub da bu günləri Azərbaycanda sayılıb seçilən klublardandır. Yəni söhbət mən deyil, bu klubun yaradıcılarından başqa bu klubu bu ərsəyə çatdıran bizim çox gözəl məşqçilərimiz var, çox gözəl idmançılarımız var. Bu günləri bu klubun idmançıları Olimpiya oyunlarında, Dünya Avropa çempionatlarında nəticə göstəriblər. Mən onların adlarını fəxrlə sadalaya bilərəm. Əli müəllimi, Fərhad müəllimi, eyni zamanda Ağayır müəllimi, Hacı müəllimi. Yəni bütün məşqçilərimiz, yəni məşqçilərimiz hansı ki bu klubda fəaliyyət göstərərək çox gözəl idmançılar yetişdiriblər. Ona görə bizim də bu günləri məqsədimiz odur ki, idman inkişaf etsin və bizim sevdiyimiz, bizim hansı ki
həmişə bir hobbimiz olduğu, bir istəyimiz olduğu judo idman növünün inkişafında da bu irəliləyişlər əlbəttə ki, həmişə qabaqda olması yəni mümkün olsun. Ona görə də bax bu klub fəaliyyət göstərir və gələcəkdə də judonun inkişafında öz töhfələrini verməyə hazırdır. Aysif müəllim, artıq bir neçə aydır ki, Azərbaycan Milli Məclisinə deputat seçildiniz və çox maraqlıdır ki, bu yeni vəzifə öhdəliyi sizdə hansı hissləri yaratdı? İnsanlarla işləmək mənim əsas arzumdur. Yəni, insanlarla ünsiyyətdə olmaq. Yəni, mən Gənclər İdman Nazirliyində işləyəndə də həmişə idmançılarla, həmişə idman kollektivlərlə, cəmiyyətlərlə, federasiyalarla çalışmışam. Eyni zamanda 3 rayonda başçı olaraq, həm Zaqatalada, Səbail rayonunda, Nəsimi rayonunda başçı olaraq və daha çox insanlarla ünsiyyətdə olmağı sevmişəm. Ona görə bu da mənim taleyimdə bir qismət idi ki, bu günləri deputat kimi Milli Məclisə arzum idi. Yəni, belə bir seçim olsun, belə bir istəyim həyata keçirilsin. Mən yenə bugün Milli Məclisdə bilirsiniz ki, ölkəmiz inkişaf edir, ölkəmizin bütün nailiyyətləri, uğurları əlbəttə ki, göz önündədir. Yəni, bugün hər sahədə bizim uğurlarımız var və hər sahədə uğurları hər bir sahədə çalışan insanlar xüsusilə vurğulanmalıdır və bizim bugün qanunverici bazamız olan Milli Məclisdə də bu fikirləri qaldırmaq, bu fikirləri səsləndirmək böyük bir qürurdur. Və eyni zamanda mən Zaqatala rayonundan seçildim. Orada Zaqatala rayonunda işləmişəm, orada insanlarla ünsiyyətdə olmuşam. İnsanlar çox gözəldir. İnsanlar hər yerdə gözəldir. Və xüsusən də bizim Azərbaycanımız, xalqımız, millətimiz və çox millətli ölkəmiz olan bizim bu məmləkətimiz həqiqətən də çox gözəldir. Bugün qürurlanırıq, bu günləri biz fəxr edirik ki, biz Azərbaycan Respublikasının vətəndaşıyıq, Azərbaycanlıyıq. Bu günləri biz qürurlanırıq ki, İlham Əliyev kimi tarixi bir şəxsiyyət, böyük bir sərkərdənin idarə etdiyi ölkənin vətəndaşlarıyıq. Biz bundan fəxr edirik. Çünki biz elə bir nailiyyətlər, uğurlar əldə etmişik ki, o nailiyyətlər, uğurlar haqqında danışmamaq mümkün deyil. Bu əlbəttə ki, ilk növbədə zəfərimizin əldə olunması idi. Biz o müqəddəs torpaqlarımızı azad etdik. 30 il həsrətində qaldığımız o torpaqlarımızı azad etdik və orada futbol yarışının keçirilməsi, idmançıların o yarışda cənab prezidentin nitqinin orada onun ilk vurduğu topu izləməsi əlbəttə ki, böyük qürur verici idi. Və Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin və biz çox böyük bir qəhrəman xalqın övladları kimi bu günləri fəxr edirik. Eyni zamanda ölkəmiz inkişaf edir. Bu günləri biz əlbəttə COP29 kimi deyilən böyük bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi əlbəttə bununla yanaşı idman tədbirlərinin, beynəlxalq tədbirlərinin, Dünya Avropa çempionatlarının, Avropa oyunlarının, hətta Olimpiya oyunlarına belə onların keçirilməsi üçün, ölkədə keçirilməsi üçün öz namizədliyimizi vermək, əlbəttə bu nə deməkdir? Biz həm idman ölkəsiyik, həm xoşbəxt bir xalqıq, həm siyasi sabitliyi olan, inkişafı olan, iqtisadi inkişafı olan böyük xalqıq. Əlbəttə, baxmayaraq ki, biz xəritədə kiçik, millət olaraq 10 milyon artıq üstələmişik. Amma buna baxmayaraq biz Cənubi Qafqazda öz sözünü demək, bacaran, öz sözünü deyən, lideri ilə fəxr edən bir ölkənin vətəndaşlarıyıq. Sizi tanıyanlardan, xüsusilə də idman sahəsində çalışan insanlardan ən çox eşitdiyimiz söz Aysif müəllim elə həmin Aysif müəllimdir kəlməsidir. İnsan gərək dəyişməsin, insan gərək bir siması olsun. İnsanın dəyişməsi əlbəttə ki, bu həyatda heç də yaxşı hal deyil. Ona görə də mən öz dostlarıma, öz ətrafımda olan insanlara, tanıdığım insanlara necə olmuşamsa, həmişə elə olmağa çalışmışam. Və həmişə çalışmışam ki, təkəbbürlü olmayım, həmişə çalışmışam ki, bugün insanların ətrafında özümü hardasa müəyyən qədər qeyri-normal aparmayım. Ona görə də mən insanlara qarşı həmişə sevgi ilə yanaşmağa çalışmışam. Birincisi, biz bunu Cənab Prezidentdən öyrənmişik. Ulu öndərimizdən və sonra da Cənab Prezidentdən. Nə qədər insanlara qarşı məhəbbətlə yanaşırlar, nə qədər insanlara qarşı xoş hisslərlə yanaşırlar. Yəni, baxın, insanlarla görüşündə Cənab Prezidentin yanaşmasını sanki doğma bir övladı kimi, öz qardaşı kimi, öz bir yaxını kimi yanaşır. Öz, demək, çıxışlarında, öz görüşlərində biz bunu seyr edirik, biz bunu görürük. Ona görə biz də öyrənməyi də bacarmalıyıq. Biz buna alışmağı da bacarmalıyıq.
və sağ olun ki, bu ifadələri eşitirsiniz ki, siz eşitdiyiniz insanlardan və bu kəlmələri duya bilirsiniz. Ona görə sizə təşəkkür edirəm. Və bu xoş sözü eşitmək mənim üçün çox xoş oldu. Çox fəxr hissi ilə, çox həyəcan dolu həmin uğurları xatırlayırsınız və hardan qaynaqlanır, vurğulayırsınız, unutmursunuz. Çox gözəl haldır. Bu da insani faktorlardan bəhs edən bir məqamdır. Təşəkkür edirəm. Aysin müəllim, çox maraqlıdır. Asudə vaxtlarınızda nə işlə məşğulsunuz? Mən vallahi deyim sizə, asudə vaxtlarım əslində yeni biraz yaranıb. Əvvəl biz hətta rayon icra hakimiyyətində çalışanda asudə vaxtı bizdə ancaq axşamlar saat 8-dən sonra evə gələndə ailə, uşaqlar, mən ən çox vaxtımı ailəmlə keçirməyi çox xoşlayıram, övladlarımla, nəvələrimlə. Yəni çox gözəl bir haldır. Öz ailəsinə, övladlarına vaxt ayırmayan, onlara diqqətlə yanaşmayan, başqa nəyə diqqətlə yanaşa bilər? Eyni zamanda idmanı çox sevirəm. Yəni gün ərzində mən hər gün demək olar ki, saat yarım 2 saat idmanla məşğul olmasam, o günüm mənim yoxdur. Səhər saatları? Səhər saatları əlbəttə mütləq. Mənim iş rejimim, xüsusən də səhər saat 6-ın yarısı mən uyanıram, 6 işləmiş uyanıram və məşq edirəm, ondan sonra hazırlaşıb işə gedirəm. Düzdür, indi son vaxtlar Milli Məclisdə belədir ki, qanunlarla müəyyən qədər tədbirlər, müəyyən qədər dəvətlər olur, o dəvətlərdə iştirak edirik, o tədbirlərdə iştirak edirik. Amma icra hakimiyyətlərinin işi belə idi ki, konkret olaraq abadlıq, quruculuq, rəyonun bütün o problemlərin həll olunması, ona görə də o sahə biraz tamamilə başqa idi. İndiki sahə isə bu millət vəkili olaraq daha çox insanların arasında olmaq, onlarla görüşlərin keçirilməsi, onların fikirlərinin dinlənməsi, onların problemlərinin qaldırılması ilə də bağlı daha çoxdur. Ona görə də biz müvafiq orqanlara, müvafiq strukturlara da üst tuturuq, rəhbərləri ilə görüşürük, onların demək bu məsələlərin müzakirə olunmasında, onların dəstəyinə çox böyük ehtiyacımız olur. Amma çox təşəkkür edirəm ki, bizə həmişə dəstək olur o təşkilatlar. O dövlət strukturları, yerli icra hakimiyyətlərinə, necə ki, mərkəzi icra strukturları, yerli icra hakimiyyətləri. Yəni bu barədə öz dəstəklərini əsirgəmirlər. Bunu əlbəttə ki, biz bunu etməyə çalışırıq. Və əlbəttə ki, hər bir kəs kimi dincəlməyi də çox xoşlayıram. Dincəlmək, istirahət etmək, yəni xüsusən də dostlarımın ətrafında. Yəni dost qazanmaq çox gözəl bir şeydir. Həyatda dost qazanmaq gözəl şeydir. Amma o günləri, o saatları ki, həm ailəvin, həm dostların ətrafında keçirirsən, o gün sənin üçün daha xoş keçir. İncəsənətə necə marağınız var? Marağım var. İncəsənət marağı olmayan insanda mən hansı hissənin olduğunu deyə bilmərəm. Yəni, incəsənətə marağın olmasa, musiqiyə marağın olmasa və yaxud da hər hansı bir istiqamətə marağın olmasa, əlbəttə ki, bu çətin olar. Ona görə də mənim musiqiyə də çox meyilliyim olub. Uşaq yaşlarında hətta müəyyən alətlərdə ifadə etməyə çalışmışam. Sonradan idman, sonradan digər istiqamətlər əlbəttə ki, tam musiqi bu sahəyə getməyimə imkan verməyib. Amma bütün sahələri dənəmişəm. O türklər demişəm, bütün sahələrdə özümü sınamışam və əlbəttə ki, düzdür, hansı sahədə olursan ol, o sahənin əlbəttə ki, bir o sahədə səndən yararlansınlar, səndən nəyisə əldə etsinlər. O demək deyil ki, sən o sahəni boş-boş tutasan. Peşəkar ol. Peşəkar ol, əlbəttə. O sahədən ən azından sevdiyin qədər də o sahəyə bir xidmət elə. Aysin müəllim, təşəkkürümüzü bildirmək istəyirik sizə. Mən sizə təşəkkür edirəm. Dolu-dolu veriliş alındı, çox səmimi bir söhbət alındı. Sağ olun. Və növbəti buraxılışımızın, ikinci buraxılışımızın missiyası məhz Asif müəllimlə söhbət etməkdir. Sizə gələcək layihələrinizdə, işlərinizdə uğurlar arzulayırıq və sizdən də təbii ki, öz yeni yaranmış layihəmiz haqqında xeyir-dua eşitmək istəyərdik. Mən əlbəttə birinci növbədə bu layihənin rəhbərinə təşəkkür etmək istəyirəm, Vasif müəllimə. Mən bayaq dedim, Spirsi Sportun rəhbərliyinə təşəkkür bildirmək istəyirəm və bu günləri bu layihəni də ortaya çıxardan sizə təşəkkür edirəm. Burada operatorlarımıza, rejissorlarımıza təşəkkür edirəm. Və xüsusən də bu günləri olimpiya oyunlarında gedən proseslərə, əldə olunan nailiyyətlərə, uğurlara yer verməyiniz əlbəttə ki, düşünürəm ki, bütün idman ictimaiyyətinə çox böyük bir xoş əfər-ruhiyyə bağışlayacaqsınız. Mən ona görə sizə uğurlar arzu edirəm, gələcək fəaliyyətinizə. İlin sonudur, demək olar ki, gələn illər uğurlu olsun
Düzdür, miladi təqvimdə biz 2024-ü başa veririk, 2025-ci ilə qədəm qoyuruq. Xalqımız, millətimiz gözəl günlər yaşasınlar. Və biz əlbəttə əvvəlki illərdə çox şükür ki, bu günləri biz artıq bu kəlmələri deyirik ki, bizim Qarabağımızda, bizim o müqəddəs torpaqlarda bütün qaçqınlar öz dədə-baba yurtlarına qayıtsınlar və gözəl, xoş əfər ruhu ilə yaşasınlar. Necə ki, əvvəl deyirik, biz torpaqlarımızı azad edək. Bu günlər deyirik ki, biz artıq 4 ildir ki, torpaqlarımızı azad etmişik, qəhrəman xalqın nümayəndələri. Və ona görə bütün idmançılara da uğurlar arzu edirəm. Və bu idman proqramı olduğuna görə bizim çox gözəl idmançılarımız var. Çox fəaliyyətdə olan federasiyalarımız, cəmiyyətlərimiz, idman klublarımız var və hər birinə uğurlar arzu edirəm. Təşəkkür edirik. Sağ olun. Bugünlük bu qədər. Missiyanın növbəti buraxılışında görüşənədək hələlik.